Bugün Mixailonun, əfsanəvi Mixailonun doğum günüdür və Sumqayıt onun doğum günündə Mehdi Hüseynzadə adını daşıyan bax bu stadionda ilin sonuncu maçına çıxır artıq start. Fiti səsləndi. Sabah komandasının heyəti 92 kapitan Stas Pakatilov. Maçın 17-ci dəqiqə Tural Qurbanov işarəsini verir. Timotej Puxaç zərbə indirir və yerindədir Xəyal Fərzullayev. Sabah futbolçularını bir qədər oyaq, ayıq olmağa vadar edəcək. Hakim Zedatka baxır ətrafa, ötürmə qapı qarşısına. Bir boşa zərbə. Top qapının üstündən keçir. Hakim Zedatka'dan əla ötürmə. Sadəcə Simic qeyri dəqiqə oynayır bu epizodda. Simon Ensana. Orada qayda pozulmayıb. Qalx dedi Tural Qurbanov. Timotej Puxaç ara ötürməsi qapı qarşısına. Zərbə üçün imkan aşırma zərbə və top qapıda. Hesab açılır Veljko Simic. Veljko Simic aşırma zərbə ilə topu Sumqayıtın qapısından keçirir. Orada oyundan kənar vəziyyət var idi mı? Məncə yox idi görünən. Bəlkə də var idi amma mübahisə etmək olar. Sumqayıt futbolçuları hamısı dayandı oyundan kənar vəziyyət səbəbilə, amma belə deyil, sona qədər oynayır. Veljko Simic və topu qapıdan keçirir. Puxaçın ötürməsi də öz yerində. Öncə Takverdinin mövqi səhvi. Fərzullayevin başı üzərindən topu aşırır. Veljko Simic. Soyuqqanlı şəkildə, əla zərbə ilə, usta zərbə ilə Səfər meydanında Sabahı önə keçirir Veljko Simic. Bu da vardan gələn görüntü. Səbuxan Dulazadə, Simon Ensana, Aleksandra Maringom. Əla hücum qurulur Sumqayıt komandasından Masaki Murata. Sürətli əks hücum izləyir hazırda. Meydan sahiblərinin hücum cəhdi ötürmə qapı qarşısına alınmalı. Qüvvətli zərbə. Top qapının yanından keçir Simon Ensana. Bax burada əla ötürmələrlə gəldi Sumqayıt komandası. Masaki Murata isə sağ cinahı yox, mərkəzi seçdi və bax bu andan Paris. Ötürmə bir qədər geriyə Umarali Rahmanaliyev qüvvətli zərbə indirir. Top dirəyin yanından keçir. Küncdən zərbə olacaq. Umarali Rahmanaliyev. Bax bu da o zərbə. Rüstəm top itirdi. Sabahın əks hücumu. Xəyal Aliyev çaxdı topa. Önündə Kefel Resende. Xəyaldan geri götürmə. Veljko Simic. Yerdən Xəyal. Mərkəzdə oynayır. Yaxşı hücum alır indi Sumqayıt komandası qapısına ikinci qolu bırakır. Veljko Simic. Dubl edir. Əla kurulan hücum. Dəqiq zərbə Veljko Simic'dən. Veljko Simic. İzliri təkrarı. Xəyaldan ötürməyə, ardınca bax burada. Dəqiq ötürmə edir Kaim Paris və iti bucaqdan əla zərbə indirir. Veljko Simic. Heç bir şans vermir qapçıya. 2-0 olur hesab. Bu da qolun təkrarı. İkinci hissədə cəmi 5 dəqiqə geridə qaldı və Sabah komandası fərqi 2 topa çatdırır. Olanda ötürməsini etdi İvan Lepinitsa. Kefel Resende qayda pozulmayıb. Kaim Paris top ələ keçirir. Sabahın sürətli əks hücumu. Ötürmə irəliyə Xəyal Əliyev. Özü irəliləməyə çalışır. Xəyal cərmə meydançasına ötürmə qapı qarşısına. Boşladı Maluda. Aron Maluda zərbə indirir. Sonra da toxunuş Nadir Orucovdan. Kifayət qədər yaxşı alındı. Və bax bu zərbədən sonra top qapıdan aralı keçir. Xüsusilə Kefel Resende'nin ötürməsindən sonra Ronaldo'nun qurduğu hücumda. Umarali Rahmanaliyev. Sürət yığır Rahmanaliyev. Ötürməsini etdi. Müdafiədə Komut Səvindi qapı qarşısına və üçüncü top qapıdan keçir. Çox maraqlı, çox qəribə bir qol. Kaim Paris. Umarali'nin ötürməsi oyundan kənar vəziyyət yenə. Şübhəsi var amma Pedro Pinto bəlkə də mövqe səhvi etdi və bəli Kefel Resende orada sürüşmə fəndi ilə rəqibi dayandırmağa çalışarkən avtogol müəllifi olur. Xəyal
Xəyal Fərzullayev nə qədər çalışsa da bu epizodda da heç nə edə bilmədi. Var da yoxlanılır. Yeri gəlmişkən əgər qol qeydə alınsa bu da bir qədər əvvəlki epizod topu oyuna daxil edir. Ötürməyə qapı qarşısına uzaq tərəfə. Zərbə üçün imkan. Yankoviç zərbə edir. Stat Pakatilov və top qapıdan keçir. Top qapıdan keçir. Fərq azalır. Ronaldo Vazquez. Bu hesab. İzlini təkrarı. Bax, burada oyundan kənar vəziyyət yox idi. 3 cəhdə Pakatilovu keçmək mümkün olur. Aleksa'nın zərbəsinə o reaksiya verdi. Qazaxstanlı qapçı Vazquez'in ilk zərbəsinə yaxşı reaksiya verdi, amma artıq köməksiz idi. Tək idi orada. Müdafiəçi komanda yoldaşları yox idi və 3-cü cəhdə yalnız Pakatilovu keçmək mümkün oldu. Hesab 3-1 olur. 67-ci dəqiqə. Roy Kehat ötürməsini etdi. Vazquez ötürməsi sol cinaha çatır rəsəndə. Ötürmə qapı qarşısına. Dirəkdən qoyulan top. Geri qaydan topa indir. Ronaldo Vazquez zərbə indirməyə çalışır. Ötürmə geriyə. Hücum üzdən zərbə ilə topuna daxil etmək üçün gözləyir və bir qədər əvvəlki epizod. Pakatilovun tuta bilmədiyi top idi. Mən düşündüm ki, bu top dirəkdən qayıdıb. Yox. Zedatka. Əla ötürmə qapı qarşısına. Kahim Paris aldatdı rəqibini. Qüvvətli zərbə Xəyal Fərzullayev. Rəqs etdi. Boş zona yarattı Kahim Paris üçün. Paris necə keçdi orada Pedro Pinto'nu. Çox rahat, çox rahat. Pedro Pinto. Bax burada. Ronaldo Vazquez'in 50 oynayıb oynanmadığı yoxlanılır. Küncdən zərbə təyin edir. Bu epizodda Zedatkanın ötürməsindən sonra VAR-a baxmağa gedir baş hakim. Yenicə FIFA referisi belə deyək, tituluna yiyələnən Tural Qurbanov. Burada 50 oyunun olub-olmaması yoxlanılır hazırda. Hakim Zedatkanın ötürməsindən sonra Ronaldo Vazquez'in topa müdaxilə cəhdi var. Başı ilə birlikdə qolunu da açır. Orada toxunuşun olub-olmaması yoxlanılır hazırda. 50 oyunun olub-olmaması yoxlanılır hazırda. İstiqamətin dəyişib-dəyişməməsi önəmlidir fikrimcə burada. Görək də hakim hansı qərar verəcək. Top gəlir. Kahim Paris'e çatır. Ondan öncə isə Ronaldo Vazquez'in bu epizoddakı oyunu. Tural Qurbanov və bugün yan xətt hakimi kimi işləyən Asiman Əzizli FIFA referisi artıq küncdən zərbə təyin edilir. Küncdən zərbə Timoteusz Puxaç ötürməyə qapı qarşısına. Boşlu zərbə! Top dirəyin yanından keçir. Hücuma qoşulan Steve Solve. İzlini təkrarı Pedro Pinto yeni hadisələrin mərkəzində idi. Sumqayıtın mərkəz müdafiəçisi. Artıq 2 dəfə mərkəz müdafiəçisi. Ötürmə qapı qarşısına, geri qaydan top. Hücum davam edir. Ara ötürməsi. Roy Kehat qapı qarşısına. Aleksa Yankoviç. Bu vəziyyətdə topu qapıdan keçirmək üçün Solaxay, üstəlik soyad Yankoviç. Heç olmasa Yankoviç soyadına görə bu topu qapıdan keçirmək lazım idi axı. Aleksa. Bu qədər də yox məncə, bu qədər də uğursuz zərbə.
Hər halda heç özü də gözləmirdi. Səbuhi Abdullazadə. Nikola Ninkoviç dönüb ötürməsini edir, amma orada o ötürməni oxuyan Jesse Sekidika'dır. Xaybulayevdən ötürmə Jesse Sekidika'ya. Sekidika qapı qarşıda göndərilən top. Qayın Paris saxlayır. Paris sağ ayağına çəkir. Paris imkan vermədi və penalti. Penalti. İzləyirik təkrarı. Aha, burada penalti varmı? Amma fikrimizə yoxdur. Böyük ehtimalla qapıdan zərbə ehtimalı yox. VAR-a baxmağa gedir. Görə indi Tural Qurbanov. Məncə orada Kefel Resende zərbənin qarşısını kəsirdi. Zərbə indirən Qayın Paris idi və rəqibin ayağına zərbə indirmişdi. Belə göründü. İndi görək Tural Qurbanov hansı qərar verəcək. Bəli. O penalti qərarı ləğv olunacaq. Bəli. Təkrardan görünürdü. Tural Qurbanov. Əla hərəkətlə keçir rəqibini. Ramalinqondan qüvvətli zərbə. Pokatilov. Topu oyuna daxil edir. Ötürmə qapı qarşısına. Pokatilov. Birbaşa qapıya gedir top. Son anda topu çıxarmaq mümkün olur orada. Bax, bu epizodda topu son anda xəttdən çıxaran Hakim Zedatka idi. Mütləq qeyd etmək lazımdır bunu. Ramalinqonun fərqlənməsinə Zedatka mane olur. Maçın final fiti də səsləndi, amma məncə maçın final hərəkəti bu idi. Hakim Zedatkanın topun xətti keçməsinə imkan vermədiyi an. Ramalinqonun fərqlənməsinə son anda mane olan Hakim Zedatka komandasının məhz 3-2 yox, 3-1 hesablı qələbə qazanmasında böyük pay sahibi olan Hakim Zedatka. Belə ilə artıq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 90 dəqiqə başa çatır.